ardıcıl natural ədədin kvadratlarının cəmi 2702-dir. Biz bilirik ki, ardıcıl ədədlər bir-bir artır. Yəni birinci ədəd x-dirsə, ikinci ədəd x üstə gəl 1, üçüncü ədəd isə x üstə gəl 2 sayılır. Yəni bunların kvadratlarının cəmi x kvadrat üstə gəl x üstə gəl 1 kvadrat üstə gəl x üstə gəl 2 kvadrat bərabər 2702 götürülür. İki ədədin cəminin kvadrat düsturu ilə bu düsturları açarsaq, x kvadrat üstə gəl 2x üstə gəl 1, x kvadrat üstə gəl 4x üstə gəl 4, 2702-nin bərabərliyin sol tərəfindən keçirdərək işarəni dəyişdik, bərabər 0. Bu tənliyi həll edərək, kvadrat tənliyə gətirib həll edərək x1, x2-ni tapdım. x1-in cavabı 29, x2-nin cavabı isə mənfi 31. Bizə 3 ardıcıl natural ədəd dediyinə görə biz mənfi ədədi götürə bilmərik. Çünki natural ədəd mənfi ədəd deyil, müsbət tam ədəddir. Birinci ədəd 29, ikinci ədəd 29 üstə gəl 1, 30, üçüncü ədəd isə 29 üstə gəl 2, 31. Bizdən bu ədədlərin cəminin 3-ə bölünməsinə alınan cavabı istədiyinə görə ədədlərin cəmini 3-ə bölərək cavabı 30 tapdım. Əziz şagirdlər, bu tənliyin həll yolunu, yəni kvadrat tənliyin həll yolunu sizə tam izah eləmədim. Yəni, mənə elə gəlir ki, əgər şagird bir məsul tənlikdə 525-ci tənliyə kimi həll edib gəlib çata bilibsə, artıq bu tənliklər onun üçün sadə bir tənliklərdir. Ona görə də bu tənliyi tam izahını verir. Sizin vaxtınızı çox almaq istəməm. Digər tənliklərin də, digər məsələlərin də tənliklərin qurub sizə sadəcə cavablarını deyəcəm. Biri o birindən 3 varit böyük olan 2 natural ədədin kvadratları cəmi 929-a bərabərdir. Bu ədədlərin cəmini hesablayın. Biri o birindən 3 varit böyükdürsə, ikinci ədədə x, birinci ədədə x üstə götürdüm. Yəni bu bundan 3 varit böyükdür. Kvadratları cəmi 929-dur. Bunun yerine 2 ədədi cəminin kvadratı düsturu kimi açıb həll edərsək, x1-i 20, x2-ni isə mənfi 23 alır. Aydın məsələ ki, natural ədəddən söhbət etdiyində mənfi 23 cavab götürmürük. Birinci ədəd oldu. 20 üstə gəl 3, çünki x-in cavabı 20, 23, ikinci ədəd isə 20. Birinci və ikinci ədədin cəmi isə 20 üstə gəl 23 bizə 43 cavabını verir. Verilmiş tənliyi həll edir. Bu tənliyi həll etmək üçün tənliyin hər bir həddini bu kökaltı ifadəsinə vurub mötərəzəni açaq. Biri bu ifadəyə vurarsak olur 1 üstə gəl köşdə x. Yəni kökün çıxılsın. Bu ifadəni bu ifadəyə vurarsak 1 üstə gəl köşdə x-in kvadrat. Kvadrat kökü apararsa, yəni 1 üstə gəl köşdə x, çıx. Kvadrat əgər kökü apararsa, çıx 1, çıx köşdə x, yəni mənfi işarəsi, köşdə x-in işarəsini təsir elədi, bərabər 2 çıx köşdə x. Tənliyi həll edərkən bu kökdən başqa bütün ifadələri bərabərliyin sağ tərəfinə keçirdək. 2 çıx köşdə x, üstə gəl köşdə x, üstə gəl 1. Köşdə x-lər islah olur. 1 üstə gəl köşdə x. Bərabərdir 2 üstə gəl 1. 3. Hər tərəfi kvadrata yüksəltməni əldə edərsək, 1 üstə gəl köşdə x bərabər 9. Köşdə x bərabər 9-dan 1 çıxarsa 8. Yenə hər tərəfi kvadrata yüksəldərsək, x bərabər 64. A-nın hansı qiymətlərində bu tənliyin köklərinin kvadratları cəmi ən kiçik qiymət alar? Əvvəl baxaq görək A-nın mümkün qiymətləri hansıdır? A-nın mümkün qiymətlərinin olması üçün, yəni tənliyin həlli olmalıdır. Tənliyin həlli olması üçün, yəni kvadrat tənliyin həlli olması üçün diskriminant ya sıfırdan böyük olmalıdır, ya da ona bərabər olmalıdır. B kvadratı 4 adı düsturundan istifadə edərək bu tənliyi həll elədim. A kvadratı 4 adı üstə gəl 4. 4'ü də bu ifadəyə vurarsak, növbəti mərhələdə 4 aları islah edərək A kvadrat üstə gəl 8 böyük bərabərdir 0 alın. Aydın məsələdir ki, A kvadrat üstə gəl 8 həmişə 0-dan böyük bərabər, 0-dan böyükdür. Çünki A kvadratın ən aşağı qiyməti 0-dır. Və keçək növbəti mərhələyə. Tənliyin köklərinin kvadratları cəmi bu düsturdan istifadə edərək həll edək. Biz bilirik ki, x1 üstə x2 bizə açıq 2'ni verir. Açıq 2'nin yenə kvadratı çıx. 2 vurulsun. x1, x2 də bizə mənfi a çıx 1 verir. Burada yenidən bir şey sizin üçün
Tekrar edeyim. Yani x1 üstəgəl x2 bizə mənfi p-ni verir. Yəni p-nin yerində mənfi a çıxı 2 durduğundan işarə dəyişir. Bu bizə a çıxılsın 2-ni verir. x1 bu x2 isə bizə q-ni verir. Q də mənfi a çıxdır. Yəni Z teoremindən istifadə edərək bunu tapdıq. Bu ifadəni həll edək. A kvadrat çıx 4a üstəgəl 4 çıx üstəgəl 2a üstəgəl 2. Oxşar hədləri islah edərsək a kvadrat çıx 2a üstəgəl 6. A-nın hansı qiymətində bu ifadə bu kvadrat 3 ədli ən kiçik qiymət alır? 10 tapar. Biz bilirik ki ax kvadrat üstəgəl bx üstəgəl z x-in hansı qiymətində ən kiçik qiymətini aldığını bilmək üçün x bərabər idi bizə n, o da mənfi b bölünsün 2a-nı verir. Diqqət edin əsərdə. Buradakı bu a ilə bu a eyni deyil. Burada ax kvadratı, yəni burada 1x kvadrat. Yəni burada a əmsalı 1-dir. A kvadratı isə x kvadratın yerinə deyil. Eyni zamanda b əmsalı mənfi 2-dir. Yəni a bərabər 1-dir. B əmsalı mənfi 2-dir. A-nın yerində isə bu x, c-nin də yerində bu ifadə durur. Deməli, a bərabərdir n, o da bərabər mənfi b. B-nin yerinə mənfi 2 qoyursa, yəni bu b-nin yerinə mənfi 2 qoyduq. Məxrəcdə isə 2 vurulsun a, yəni 2 vurulsun 1. Cavab müsbət 1. Verilmiş tənliyin köklərinin cəmini tapaq. Bu tənliyi həll etmək üçün x orta vurub çıxardıram. Kök atı 7 çıxır. Bu ifadəni vurğulara ayırarsam x vur, x çıx 1, x çıx 6. Vurğulara ayrı tənliyin bu ifadənin bütövlüyü tənliyin sol tərəfinə keçirdim. Burada çıxılsın və bərabər 0. Aydın məsələsi x vur, x çıx 6 hər ikisində var və bunu ortaqlıq çıxarda bilərəm. 7 çıx x çıx x üstəgəl 1 bərabər 0. Tənliyi hər bir həddi ayrı-ayrı sıfıra bərabər edək. Buradan x bərabər 0, x bərabər 6. Deməli, x1-dən x2-ni tapdıq. Kök atda 7 çıx x bərabər 2 çıx 1. Bu ifadələri tənliyin sağ tərəfinə keçirdim. Yenidən hər tərəf kvadrat yüksələrək tənliyi həll edək. X kvadrat çıx 2x plus 1. 7 və x-i tənliyin sağ tərəfinə keçirsək, x kvadrat çıx 2x üstəgəl 1 üstəgəl x çıx 7 bərabər 0. Buradan oxşar hədləri islah edərək 6 bərabər x1 bərabər 2, x2 bərabər 3. Tənliyin köklərinin hasili mənfi 6, köklərinin cəmi isə mənfi 1-in əksini verir. 4 dənə kök tapdıq. Baxaq görək. Yoxlama üsuluna bu köklərin hansı təmin edir? X-i yenə 0 qoyduqda cavab 0 edir. X-i yenə 6 qoyduqda 6 çıx 6 0. 0 da nəyə olsa yenə cavab 0 edir. X-i yenə mənfi 2 qoyarsaq, aydın məsələdir ki, bunlar 0 olmur. Mənfi 2 qoysa 7 çıx mənfi 7 üstəgəl 9 çıx mənfi 2. Deməli 7 üstəgəl 2 çıx mənfi 2, yəni üstəgəl 2 üstəgəl 1. Bu ifadə bizə 0 vermədiyindən deməli mənfi 2 bu ifadənin kökü deyil. Eyni zamanda x-in yerinə 3 qiymətini qoysaq görərik ki 3 də yenə bu qiyməti ödəyir. Yəni x-in yerinə 3 ədədini qoyarsaq bu ifadənin cavabı 0 olur. 0 da bunlara vurduqda 0 edir. Deməli tənliyin 3 dənə kökü oldu. Köklərin cəmi 0 üstəgəl 6 üstəgəl 3 bərabər 9. Bu tənliyi dəfələrlə müşahidə edilmişəm ki, sınaqlarda və ya səhv eləmirəmsə qəbul imtahanında düşmüş. Belə tənliklərdə əziz tələbələr, diqqətli olmağınız məsələdir. Verilmiş tənliyin yeganə həllinin olması üçün A parametrinin ala biləcəyi qiymətlərin sayını tapaq. Verilmiş tənliyi həll edək. Əvvəl tənliyin hər tərəfini x-ə vurub məxrəcdən azad edək.
7a çıx a kvadrat çıx 12 olur x kvadrat çıx 2ax çıx 1 bərabər. Aydın məsələdir ki, x əgər 0 qiymətini alırsa, o qiyməti götürməyəcək. Yəni x ədədi fərqlidir 0-dan. Çünki məxrəcdə 0 olarsa, ifadənin, yəni tənliyin mənası olmaz. Bu tənliyin yeganə həlli olması üçün, əvvəl bu tənliyin nə var həlli var? Aydın məsələ ki, kvadrat tənliyin həlli olması üçün burada diskriminant 0-dan bu tənliyin yeganə həlli olması üçün aydın məsələ ki, diskriminant 0-a bərabər olmalıdır. Bu bir. Diskriminant tapaq, yəni 2a kvadratı çıx 4 vurulsun 7a çıx a kvadrat çıx 12 bərabər 4a kvadrat çıx 28a biraz 4a kvadrat üstəgəl 48 bərabər 4a kvadratdan islah edərsək mənfi 28a bərabər 48 hər tərəfi mənfi 4-ə bölsək 7a bərabər mənfi 12 a da bərabər mənfi 1 tam 7'de 5. Bu a'nın bir həlli. Bu cür tənlikdə əgər x kvadratının əmsalı 0 olarsa, burada bir dəyişənin xətti tənlik alınır və tənliyin yeganə kökü olur. Bu ifadəni 0 götürək 7a çıx a kvadrat çıx 12 bərabər 0. Hər tərəfi mənfi olursa a kvadrat çıx 7a üstəgəl 12 bərabər 0. A1 bərabər 3, A2 bərabər 4. Deməli, tənliyin 3 dənə kökü oldu. İki mantıqə arasındakı məsafə 48 kilometrdir. Gəlin bu məsafəni 5 saata gedib qayıdır. Sayın axma sürəti 4 kilometr saat olarsa, gəminin durğun sudakı sürətini kilometr saatla tapın. Aydın məsələdir ki, gəmi çayla üz aşağı gedərsə, çayla gəminin sürəti toplanır, olur. Gəminin üzərinə gəlir çayın sürəti. Gəminin sürətini x götürsək bu olur. X də götürür. Eyni zamanda üzü yuxarı çayın əksinə gedərsə x çıxılsın 4. Burada diqqət edin. Yol uzunluğu 48 kilometrdir. 48 kilometre həm gedir, həm də qayıdır. Gedində başqa sürətlə gedir. Yəni çayın axını ilə. Üzü yuxarı qalxanda isə başqa sürətlə gedir. Biz bilirik ki, burada vaxtı tapmaq üçün məsafəni sürətə bölmək lazımdır. Yəni, neçə saata getdiyini bilmək üçün bu 48 kilometri bölürük nəyə? Çayın axını ilə getdiyi sürətə, yəni x üstəgəl 4-ə. Və eyni zamanda üzü yuxarı getdikdə yenə məsafəni bölürük yenə sürətə. x çıx 4-ə. Və getdiyi zamanların cəmi 5. Tutalım gedəndə 3 saata gedib, qaydanda 2 saata qayıdıb, daha doğrusu əksinə. Tutalım gedəndə 2 saata gedəcək, qaydanda 3 saata. Məsələn, getdiyi vaxtlarda toplanıb 5 edəcək. Bu təminin həlli əziz tələbələr yazmıram, yəni yenə deyirəm, bu həddə kimi gəlib çatmışsınızsa, yəqin ki, bu təmliklərin həllini bacarırsınız. Burada mən sizə əsasən məsələdə təmliyin qurulmasını başa sararım. Bizdən sayın gəminin durğun sudakı sürətini istəyir. Gəminin durğun sudakı sürətində biz x götürdüyümüzə görə burada cavab x bərabər təmlik həll edərsək, x bərabər 20 alınır. Motorlu qayıq çayın axını ilə 45 km və axına qarşı 9 km gedərək bütün yola 4 saat vaxt sərf etdi. Çayın axma sürəti 3 km saat olduqda qayığın durğun sudakı sürətini 1 km saatla tapar. Yəni, aydın məsələdir ki, üz aşağı çayın axını sürəti, qayıq və çayın sürəti toplanır. Çayın sürəti 3-dür, qayığın sürəti x götürdüm. Əgər 45 km gedirsə, biz məsafəni qayığın çayın axını olduğu getdiyi sürətə bölərək üz aşağı getdiyi vaxtı tapar. Yəni 45-i bölürəm. Üstəgəl isə. Burada isə geriyə isə sadəcə 45 km yox, 9 km qayıdır. Yəni geriyə getdiyi yolun uzunluğunu isə, yəni geriyə getəndə hansı sürətlə gedirsə, həmin sürətə bölmək lazımdır. Yəni 9-u bölürəm, x çıxılsın 3-ə. Və getdiyi vaxt isə cəmi 4 saatdır. Bizdən qayığın durğun sudakı sürətini istəyir.
Qayğın durğun sudakı sürəti tənliyi həll edərsək, x bərabər 12 alır. Demək, bizim cavabımız 12. Əgər bizdən qayğın çayın axını ilə sürətini istəsəydi, 12 üstə gəlib 15 götürməliydik. Axına qarşı sürətini istəsək isə, yəni 12 çıx 3, cavabı 9 götürməliydik. Kənddən şəhərə qədər olan məsafə 12 kilometrdir. Birinci piyada, ikinci piyadadan 1 saat tez çatdır. Birinci piyadanın sürəti isə ikinci piyadanın sürətindən saatda 1 kilometr çoxdur. İkinci piyadanın sürətini x götürdüm, birincinin sürəti ikincidən 1 kilometr saat çox olduğuna görə birincinin sürətini x dəqiqə 1 götürdüm. Yəni birinci ikincidən əgər 1 saat tez çatıbsa, məsələn, əgər birinci piyada 4 saata çatıbsa, ikinci piyada 5 saata çatır. Yəni birinci ikincidən 1 saat tez və ya ikinci birincidən 1 saat gec çatır. Deməli burada birinci piyadanın getdiyi vaxtdan ikinci piyadanın getdiyi vaxtı çıxsaq, cavabı mənfi 1 alar. Yəni çünki birinci piyada ikincidən 1 saat tez çatır, yəni 1 saat az yol gedir. Yenə yolun uzunluğunu, məsafəni böldüm birinci piyadanın sürətinə, tapdım birinci piyadanın getdiyi vaxtı. İkinci piyadanın həmçinin o formada tapıb çıxaraq cavabı mənfi 1 yazdım. Bu tənliyi həll edərək x bərabər 3 alırıq. Bizdən isə birinci piyada nə qədər vaxt sərf etdiyini soruşdur. Buna görə də birinci piyadanın sərf elədiyi vaxt budur. 12-ni bölürəm, 3 deyək, 12-ni 4-ə böldükdə yenə də cavab 3 alır. Deməli, birinci piyada yola 3 saat vaxt sərf edir. Sərnişin aşağıya hərəkət edən eskalatorla yeriyərkən yol 90 saniyəyə gedir. Hərəkət edən eskalator üzərində dayanarkən 171 saniyə enir. Deməli, bu eskalator dayandıqda sərnişin 171 saniyə enirsə, deməli, eskalatorun burada həmin vaxt ərzində eskalator öz sürətini buyurur. İkisi bir yerdə isə, yəni həm yeriyərkən eskalatorun üzərində 90 saniyəyə enir. Yəni, burada sərnişinin öz sürətini bizdən soruşur. Yəni, eskalator dayanarkən sərnişin neçə saniyəyə enir? Sərnişin öz sürəti x-dir. Biz bilirik ki, 1 saniyəyə bunun x-də birini gedəcək. Eskalatorun sürəti 171'dir. Bu da 1 saniye 171'də. İkisi bir yerdə isə, yəni 1 saniye getdiyi, yəni ikisinin bir yerdə getdiyi 90 saniye olduğuna görə 90'da 1. Elə ki, əziz tələbələr, sərnişin eskalatorlar üzü aşağı yeriyərkən 90 saniye aşağı endiyindən 1 saniyəyə həmin yolun 90'da birini gedir. Özü sakit dayanmış eskalatorda inerkənsə, neçə saniyə gedirsə, məsələn, tutalım 100 saniyə gedirsə, 1 saniyəyə onun həmin hissənin %1'ini gedir. Ona görə biz bunu kəsirdən yazırıq. Bu tənliyi həll edərsək 1 bölü x bərabər 90'da 1 sırf 170 1'də 1. Bu da bərabər rahat ortaq mənada gətirsəm bunu 171 90 171 o da beraber 80. Əziz tələbələr, bunu da mən əkov taparaq həll eləmədim ki, rahat üsulla həll edək. Bunu 9'a bölmüşdə 19 dənə, bundan bu gitsə 11. Deməli 190'da 1. Deməli 1 bölü x bərabər 190'da 1 olduğundan x bərabər 190. Deməli, sərnişinin sürəti orada özü eskalatorla, dayanmış eskalatorla gedərsə 190 saniyəyə gedir. Təşəkkür edirəm əziz tələbələr, körün xoşluğuyla istifadə edin. Sizə, yəni xalqıma xidmət eləmək mənim üçün xoşdur. Allah sizləri də, bizləri də amanda saxlasın. Allah xalqımızı müvəffəq eləsin. İnşallah Qarabağımız alınsın.